Hər vaxtınız xeyir olsun. Hər birinizi kanalımda xoş gördüm. Bugünkü videomda sizlərlə bir ay ərzində həm yeməklərdə, həm də səhər yeməyi üçün istifadə etdiyim yağı necə saxlayıramsa, onu sizlərlə paylaşacağım. Səhər yeməyi üçün ayırdığım yağı əvvəlcə eninə bölürəm. Yağın enini istədiyiniz ölçüdə edə bilərsiniz. Yəni siz necə istifadə edirsinizsə o qaydada edə bilərsiniz. Mən gördüyünüz şəkildə 2 sm yarım ölçüdə böldüm. Daha sonra isə uzunluğuna bölürəm. Daha sonra isə gördüyünüz şəkildə belə bir şüşə qabım var. Qapağı plastikdir. Doğradığım yağları şüşə qabın içərisinə yığıram və qapağını bağlayıram. Səhər-səhər lazım olanda götürüb istifadə edirəm. Yəni hər dəfə yağı götürüb kəsib doğramağa ehtiyac yoxdur. Aylıq istifadə etdiyim yağı da gördüyünüz şəkildə hissələrə ayırıb qazanın içərisinə yığıram. Qazanı orta xodda ocağa qoyuram və yağ tamamilə əriyənə qədər gözləyirəm. Yağ əridikdən sonra isə otaq temperaturunda soyuduram və ilıq halda soyuducuya qoyuram ki, bərkisin. Yağ bərkidikdə isə məndə belə bir alət var. Almanın içərisini çıxarmaq üçün olan alətdir. Yağın kənarından gördüyünüz şəkildə deşik açıram və həmin hissədən gördüyünüz kimi süd çıxır və həmin südü başqa bir qabın içərisinə əlavə edirəm. Bunu ona görə edirəm ki, yağ qaynayan zaman içərisində olan süd buxarlanmalıdır. Əgər südlə bərabər yağ da buxarlanır. Əgər bunu eləməsəniz, südlə bərabər yağ da buxarlanır və yağın miqdarı azalır. Bu şəkildə yağın içərisində olan südü tamamilə çıxardıqdan sonra südün üzərinə gördüyünüz şəkildə biraz yağ yığılmışdı. Həmin yağı da kəfkirlə yığıb qazanın içərisinə əlavə edirəm və qazanı ocağa qoyuram. Yağ əriyir və qaynamağa başladıqdan etibarən 5 dəqiqə müddətində artıq yağınız hazırdır. Gördüyünüz kimi yağ qaynayan zaman üzərinə köpüklər yığılır. Mən bu köpükləri yığmıram. Yağın hazır olub olmamasını bu köpüklərdən bilirəm. Yağ qaynadıqca üzərindəki köpüklər balacalaşır və həmin köpüklər açıq qızılı rəngdə olduqda demək ki, yağ artıq hazırdır, dağ olub yağ. Bu yağdan paxlavaların arasını yağlamaq üçün də istifadə edə bilərsiniz, qoğalın arasını yağlamaq üçün də istifadə edə bilərsiniz, həm də gündəlik yeməklərdə istifadə edə bilərsiniz. Bir qeydi də nəzərinizə çatdırmaq istəyirəm. Bəzi xanımlar yağı dağ olana qədər əritmirlər. Bu şəkildə hazırlanan yağ tərkibində süd olduğuna görə bir müddətdən sonra dadını dəyişir və qıcqırma baş verir. Lakin mən hazırladığım üsulla hazırlasanız yağınız uzun müddət qalacaq. Məndə gördüyünüz kimi belə bir yağ qabı var. Əminəm ki, bir çox evlərdə belə yağ qablardan var, istifadə olunur. Yağ qabının üzərinə süzgəci yerləşdirirəm və yağı həmin qabın içərisinə süzürəm. Burada yenə bir qeydi nəzərinizə çatdırmaq istəyirəm. Yağ tamamilə hazır olduqdan sonra tez bir zamanda süzmək lazımdır ki, yağı qazanın içərisində saxlayanda qazanın istiliyi yağın rəngini dəyişir. Həmçinin yağı qaba süzəndən sonra qapağını bağlamadan soyutmaq lazımdır ki, yağın rəngi dəyişməsin. Mənim hazırladığım video bu şəkildə oldu. Əgər bəyəndinizsə, sizin üçün faydalı oldusa, videolarımı bəyənməyi, kanalıma abunə olmağı unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.